Bir də heç vaxt zırılmayın videoda. Nə mənada? Yəni başqa blogerləri görüb özünüzü onlar kimi aparmayın. Çünki bu daha da izləyiciləri belə deyim də sizdən yəni bəyənməyəcəklər, takip atmayacaqlar, maraqlı olmayasınız. Çünki siz olduğunuz kimi olmursunuz. Yəni süni görsənəcək o. Məsəl üçün indi bəziləri var əlindən həm gedir 600 manat maaş işləyir, gedir əlində kofe tutur gəzir ki, video çəkir ki, kofe ilə zaten. Bilmirəm, indi onlar onda nə görür, ya prestij görürmü, nə görür bilmirəm. Amma elə deyil. Kasıbsan, marşrutla gedirsən, marşrutla getdiyi çək. Nə bilim, iş paltarındasan, iş gündədir iş paltarın, həmin o paltarda çək. Çünki həmin o enerji var ya, o səmimiyyət. Həmin o səmimiyyət insanlara maraqlıdır. Yoxsa ki, mən işə taksi ilə gedirəm, nə bilim, işdən qayıdan yolu mütləq Starbucks-a keçirəm. Oradan bir 6 manat kofe ilə əlində evə çatana kimi içirəm. Belə abedimi McDonald's-da, KFC-də eləyirəm. Yəni minimumda. Belə yox. Səmimi. ABD dönərlə eləyirsən. Kofen yerinə də ki 1 manatlıq çay içirsən. Yəni bunu görsətsən insanlara bu daha maraqlıdır. Məsələn sən əgər öz həyatın haqqında paylaşırsansa. Amma məhsul falan satırsansa, yəni orada da elə səmimiyyət. Yəni insanlara səmimiyyət maraqlıdır. Nəinki zırılıb özünü nəsə qeyri-adi biraz bahalı adam kimi göstərməkdənsə. Esselamu aleyküm.